Bir vəziyyət beynimi çox yorurdu. Hər qadın kimi mən də ev işlərinə girişmək istədim. Sonra dedim vəziyyət evdə mebelin yerini dəyişəcək qədər böyükdür və başladım işə. Ev işləri və fəlsəfi düşüncələr qadınlarda düz mütənasibdir. Vəziyyət isə bu idi. Sən insanda gözəllik görürsən. Adam sənə pislik eləyir, bütün dünya sənin üstünə düşür ki, günah səndədir. Sən niyə ona yaxşı insan münasibəti göstərdin? Yəni artıq elə bir dünyada yaşayırıq ki, günahkar cəza almaq əvəzinə zərər çəkmiş günahlandırılır, biraz da cəmiyyət tərəfindən əzilir. Yəni artıq insanlarda onların gözəl tərəfini deyil, ancaq pis tərəflərini görüb ifşa eləməliyik. Ya da əgər onda pis xüsusiyyət yoxdursa, onu o həddə çatdırmalıyıq. Halbuki mən ona adam kimi yanaşdım. Onun isə masa dəsmalından artıq çıxmaması onun günahıdır. Bəli, mən kədərləndim. Amma yaranan vəziyyətdən çox kənarın, ətrafın haqsız baskısına. Gəlin situasiyaları adlarıyla çağırmağı yenidən dəb halına salaq. Haqsıza, o onun təbiətidir deyərək don geyindirməyək. Yoxsa dünyada yaxşılıq qalmaz.